Neftçi Qarabağ qarşılaşması ətrafında söz-söhbət o həddə gəlib çatıb ki, artıq futbol azərkeşləri gecə yatanda da yuxuda bu müzakirələr aparırlar. Extra Time futbol kanalı məsələ ilə bağlı hər iki klubun azərkeş qruplarının, həm Forza Neftçinin, həm də İmarət Tayfanın bəyanatını sizlərin diqqətinə olduğu kimi çatdırıb. Bu dəfə isə Siravi Azad Qarabağ azərkeşləri klub prezidenti Tahir Gözələ müraciət ünvanlayıb. Extra Time futbol kanalı Azad azərkeşlərin müraciətin olduğu kimi sizin nəzərinizə çatdırır. Biz Qarabağ Futbol Klubunun Azad azərkeşləri Qarabağ Klub rəhbərliyinə müraciət edib bildirmək istəyirik ki, Qarabağ Azad azərkeşləri ölkə çempionatının 21-ci turu çərçivəsində 21 fevral 2026-cı il saat 19:00-a təşkil olunmuş Palim Sports Arenada keçiriləcək Neftçi Qarabağ maçının təxirə salınmasına qarşıyıq. Biz oyunun oynanılmasını istəyirik və Qarabağımıza qarşı qarayaxma kampaniyasına son qoyulmasını istəyirik. Komandamızın Çempionlar Liqasında Newcastle-la oyunda uğurlar arz edirik. Amma bizim üçün çempionluq yolundakı oyunumuz daha vacibdir. Qarabağ klubu rəhbərliyindən bu müraciətimizi nəzərə almağı xahiş edirik.